Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Balkanların Nostradamusu kimi tanınan məşhur kahin Vanqa ölümündən illər keçməsinə baxmayaraq hələ də adı çəkilir. Xüsusilə 2026-cı ilə dair ona aid edilən iddialar, Vanqaya aid edilən ən çox diqqət çəkən iddialardan biri insanlığın 2026-cı ildə ilk dəfə başqa bir mədəniyyətlə qarşılaşacağıdır. İddiaya görə noyabr ayında nəhəng bir kosmik obyekt yer atmosferinə daxil olacaq və bu hadisə insanlıq tarixində yeni bir dövrün başlanğıcı olacaq. Bu fikri müdafiə edənlər 2025-ci ildə yerə yaxın keçən 3 Atlas adlı ulduzlararası cismi və artan UEFA hesabatlarını mümkün işarələr kimi göstərirlər. Kahin 2026-cı il üçün ciddi təbii hadisələrdən də xəbər verir. İddialara əsasən bu dövrdə güclü zəlzələlər, vulkan püskürmələri və ekstremal hava hadisələri dünya üzrə daha da artacaq. Proqnozlara görə yer səthinin təxminən 8% bu fəlakətlərdən əhəmiyyətli şəkildə zərər görə bilər. Avropada qırılan istilik rekordları, Kanada və Avstraliyadakı meşə yanğınları və Asiyada baş verən güclü zəlzələlər bu iddialara misal kimi göstərilir.